Məsud hocam, belə bir sual var ki, nə üçün insanlar Allah Taala'nın onlara verdiyi bu nemətlərin qədrini bilmirlər? Görürsən, əksər vaxt insan hər hansı bir neməti itirəndən sonra deyir ki, kaş ki sağlamlığımın qədrini bilərdim. Kaş ki valideynim sağ idi, ona baxardım. Kaş ki. Bunu Allah Taala sənə veribsə, bunun vaxtında qədrini bilirlər. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala abdillahi Muhammedin ve ala alihi sahbihi ve sellem teslimen kethira. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdatan min lisani yefqahu qawli. Birinci mən də salamlayıram dinləyənləri. Esselamu aleyküm ve rahmetullahi ve barakatuhu. Sonra öz nəfsimi və sizi Allahın kitabına və Resulü sallallahu aleyhi ve sellem'in sünnətinə çağırıram. Və şək yox ki, insanların nicat yeri Quran və sünnədədir. Xilas oradadır, həm dünyada, həm ahirətdə. Və kim Quran və sünnədən uzaqdırsa artıq həlakın qapısındadır. Artıq demək olar ki, o insan həlak olub. Və ümumiyyətlə bilmək lazımdır ki, insan elə bir məxluqdur ki, elə bir Allah Subhanahu elə yaradıb ki, o nemətlər içərisində boğulur. Nemətlər içərisində qalıb, nemətlər içərisində, yəni nemətlər içərisindədir hər bir halda. Və ayə dəlildir buna. Allah Teala Nəhl surəsində buyurur ki: "Və mə bikum min ni'mətin feminallah." Sizin üçün elə bir nemət yoxdur ki, feminallah, Allahdan olmasın. Yəni məsələn, adam zərrə bir nemət var onda. Özündən deyil, Allahdandır. Və Allah Subhanahu taala nemətləri özünə nisbət edir. "Və mə bikum min ni'mətin feminallah." Elə bir nemət yoxdur ki, Allahdan olmasın. Və başqa bir ayədə buyurur ki: "Və in ta'uddu ni'metallahi la tuhsuha." De ki, Allahın nemətlərini saysaz, saya bilmərsiniz. Əgər insan Allahın nemətlərini saymaq istəsə, burada bu ayə təhəddi ayələrdən, təhəddi, yəni Allah Taala bu ayədə meydan oxuyur. Yəni Allah Taala Quran-Kərimdə meydan oxuduğu ayələr var. Məsələn, deyir ki, gedin Quran mislini gətirin. Bacarırsınız. Sonra deyir ki, yaxşı, gətirə bilmirsiniz, bir 10 dənə ayə gətir. Sonra gör gətirdi, yaxşı, bir dənə ayə gətir. Bunu oxşar. Hə, bunu bənzər, yəni bunun kimi. Allah Subhanahu taala təhəddi edir, meydan oxuyur. Deyir: "Və in ta'uddu ni'metallahi la tuhsuha." Əgər Allahın nemətlərini saymaq istəsəniz, saya bilmərsiniz. Əgər yəni bir insan qalxsa ki, mən istəyirəm, oturam, işimi, gücümü atam, yemirəm, içmirəm. Allahın nemətlərini sayacam, saya bilməyəcək, qutara bilməyəcək. Çünki Allah Taala nemətləri çoxdur. Və birinci, vücud neməti. Sənə var olmaq neməti verir. Sən mövcudsan. Sən mövcudsan, sən görürsən və eşidirsən. Bu sənin vücudunla bağlıdır. Evet. Sən dərk edirsən. Səsləri ayıra bilirsən. Sən övladınla başqa uşağı ayıra bilirsən. Hamı ilə eyni ola bilmirsən. Bu şuurlar, bu hisslər, sən ləzzəti bilirsən, sən turşu bilirsən. Hamısı nemətdir. Elə insanlar var, deyir, mən iyi bilmirəm. Bu nə deməkdir? Gör, iyi biləndə necə nemət içindədir. Ona görə kim alimə deyir, sağlamlığın qədrini bilmək istəyirsə, arada xəstəxanaya geçsin. Bu yaxınlarda bir səbəblə dolayı xəstəxanaya getdim. Gördüm, insanlar palatada yatırlar. Çöldəkilər də narazıdır. Vallahi, onların simalarında nə var idi? Kaş ki, mən də belə gəzə biləydim. Məsələn. Sağlam olar. Sağlam gəzə bilərdim. Heç də istəmir adam. Adamı götürürlər, gətirirlər, qoyurlar, çöldə biraz hava alır. Sonra palataya. İnsanın üzündə şey var idi. Yəni, nə olardı mən də gəzərdim, nə olardı mən də insanlara sağlamlardım. Bu ana neymətidir. Sənin sağlam olmağın, sağlam gəzməyin böyük neymətdir. Və sən mövcud olmağın əsas. Vücud. Allah Teala bizə mövcudluq verir, vücudluq verir. Biz mövcuduq. Allah Teala bizi yaradıb, məlum olan şeydən. Adəmi torpaqdan, insanı nütfədən. Öz böyük neymətdir. Və sonra bizə göz verir. وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَ قَلِيلًا مَا تَشْكُرُونَ. Sizə göz verdi sonra. Sonra qulaq verdi. İşidən qəlb verdi. قَلِيلًا مَا تَشْكُرُونَ. Ayın axırına bax. Az şükür edirsiniz. Allah Subhanahu taala fikir verin, böyük nemətlərdən də Allah insan yaradılışından danışdı. Sonra isə ona nələr verdi? Əsas göz,
qulaq və qəlb. Duyğu orqanları. Yəni, ana duyğu orqanları. Duyğu orqanları insana çoxdur. Məsələn, əlin vurur, hiss edir ki, soyuqdur və istidir. Bu da duyğu orqanıdır. Amma ana duyğu orqanlar qəlbdir. Və görməkdir və eşitməkdir. Və fikir versəz, bu üçündən biri problemli olan adamlar qüsurlu adamlar olur. Gözündə və ya qulağında və ya qəlbində. Yəni, qüsuru barizdir. Qüsuru bariz. Və Allah ona görə bunları misal çəkir. Deyələm, Allah təala buyurur ki, وَجَعَلَكُمْ سَمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ Göz verdi, eşitməyə qulaq verdi, qəlb verdi, qalilən mə təşkurun. Az şükür edirsiniz. Burada bir məsələ var, çıxır ortalığa. Çoxu deyə bilər ki, bu danışan səhv danışır. Axı, insanların hansını dindirirsən deyir, şükür Allaha. Düz gəlmədi axı ayədə. Evdən səhər çıxanda da şükür edir. Qalilən mə təşkurun. Az şükür edir. Qalilən min ibadiyə şəkur. Az qullarım şükür edər. Az qullarım şükür edər ayəsi. Bu hamı deyir şükür Allaha. Düz gəlmədi. Əslində, zahirən çoxu şükür edir. Nədir xələl və nədir orada az şükür edənlər azdır? Nədir o? Şükür eləmək nemətin Allahdan olduğunu bilmək. Və mə bikum min nemətin fəmin Allah. Sizdən olan bütün nemətlər Allahdan da. Adam var deyib, mən özüm eləmişəm. Mənlidir. Aydındır. Mən qazanmışam. Bu neməti Allah'a nisbət eləmədi. Ona görə bilgisini taxtın gətirən, yanında elm olan adam, o zaman ki, dua elədi Allah Subhanahu taala, taxt gəldi, dedi, bu Allahın olan fədli, fəzilətidir. Demədi, gördünüz? Gördünüz, mən ifritdən, ifrit yəni cinlərdən biriydi. İfritdən, yəni daha, yəni qabaq oldum, daha onu keçdim. Çünki ifrit demişdi ki, Süleymana gətirərəm onun taxtını, bilgisini. Sən bu məclisi qutarana qədər, bu məclisi bitirənə qədər gətirəcəm. O da əzəmətlidir, yəni bunlar Şamdaydılar. Onlar isə Səbə Yəməndə idilər. Yəni, Fly-Dubai da olsa çatdıra bilməz. İndiki vaxtla, onu oraya gətirmək var. Yəni, Samolyotla da belə vaxta gətirmək olmaz. Yəni, nə qədər vaxt almalıdır, aydındır. Yanında elm olan deyir ki, mən onu gətirərəm, Süleymana deyir, aleyhisselam. Sən gözünü açıb yumarsan. Göz qırpımı. Dua edir Allah Subhanahu taala bilgisin taxtını Yəməndən Şama gətirir. O zaman ki, o kişi hansı ki dua eləmişdi və duası isticab olmuşdu, görəndə orada həqiqətən gəldi. Allah bunun duasını qəbul elədi. Demədi, gördünüz, mən nə elədim? Bizdə belədir. Dedi, bu mənim Rəbbimin fədlidir. Bu mənim Rəbbimin lütfüdür. Neməti həmən Allaha nisbət elədi. Ona görə neməti Allaha nisbət eləmək birinci şükür. Belə şükür eləyən var. Qalilun min ibadiyə şəkur. Az qullarım şükür eləyir. İkinci, məsələ daha şiddətlidir. Neməti Allahdan olduğunu iqrar eləmək. Allahdan olduğunu bilmək və Allahdan olduğunu iqrar eləmək. Üçüncü isə onu Allah yolunda xərcləmək. Bugün məsələn adam var, onun pulu var və ya miniyi var. O miniyi, o pulu onun üçün nemət deyil. Bəzi insanların miniyi onun cəhənnəmə gedən yolunu surətləndirib. Piyada gedəcəkdi o haram yerə, biraz tez getdi. Pulu onun harama gedəcək vasitələrini asanlaşdırdı. Əvvəl gedib nəsə eləməli idi, getməli idi, indi pulu var. Verir, o gəlir. Aydındır. Ona görə insanın varlı və ya kasıb olması nemət və bəla deyil. Nemət səni Allaha yaxınlaşdıran hər şeydir. Hətta imtihan olsa belə. Əgər səni Allaha yaxınlaşdırırsa, imtihandırsa, bu da nemətdir. Əgər səni Allahdan uzaqlaşdırırsa, sənə hamı tərifləyir, hər şey sənin üçün bədbəxtçilikdir. Ne üçün? Çünki nemət səni Allaha yaxınlaşdırandır. Əzab səni Allahdan uzaqlaşdırandır. Bəla səni Allahdan uzaqlaşdırandır. Ona görə bugün insanlar nə üçün Allah Taala'ya şükür eləyə bilmirlər? Çünki onlar əslən nemət verən tanımırlar. Bəli, Allah var deyə tanıyırlar. Din var deyə tanıyırlar. Bunda işgal yoxdur. Bunda bir problem yoxdur. Problem odur ki, haqqı ilə tanımırlar. Və haqqı ilə tanımadınsa bir şeyi, haqqını verə bilmirsən. Aydındır. Yəni, əgər sən qarşısındakı
rəqibi haqqı ilə tanısan, o haqq etdiyi qədər hazırlaşarsan. Aydındır. Əgər sən qarşısında duracağın müəllimin haqqı ilə elmin bilsən, haqqı ilə hazırlaşarsan. Bugün insanlar ne üçün Allah Subhanahu taala'ya qarşı küfürlərlə doğurdular? Çünki bilmirlər haqları. Bilmirlər Allah Subhanahu taala'nın onlara vəd verdiyi şeyləri, onlara müjdələdiyi şeyləri. Lakin dillərində görərsən ki, şükür və Allah Taala'nın təzkiri var, zikri var. Düzdür, bu yaxşı əlamətdir. Elhamdülillah, burada bir şey yoxdur. Lakin bu kafi deyil, bəs deyil. Bu bəs deyil. Çünki neymətlər sənə elə belə verilməyib. Allah Taala bizə neymətlər elə belə verməyib. Ələm nec'al lakum aynayn. İki göz vermədim sizə. Və lisanan və şəfəteyn. Və sizə bir dil, iki dodaq vermədim. Vallahi bax, dillə dodaq məsələsi. İnsan subhan danışır. Əslində alimlər deyir ki, insanın səs telləri var və cəvf qarın boşluğu deməkdir. Kim təzvid kesib bilir, səs qarın boşluğundan çıxır insan. Orada tellər var. Tellər biz o səsi tənzimləyir. Yəni orada mən ona görə bu etiqadda ki, bütün alətlər insandan düzəldir. Hətta o bəzi haram olan çalgı alətlərinin orada çıxan səsləri belə insan səs tellərindən götürülür. İnsanda səs telləri var. O neymətdir. Bəzi insanlar danışa bilmir. Danışır, yəni xorulduyur belə bilmir, xırıldayır da doğrusu. Nə üçün? Çünki o tellər onda zədələnib. İnsan var, gözü eyni rəng görür hər şeyi. O gözünün rəngləri seçən zədələnib. O neymət ondan gedib. Və çox neymətlər var. Boş vaxt neyməti. Yəni heç görürsən ki, insan heç ağlına girmir ki, bunlara görə Allah'a şükür olsun. Kim fikirləşir ki, mənim gözüm bütün rəngləri görür. Bəli. Deyim ki, ay Allah şükürlü olsun sənə ki. Vallahi. Amma halbuki bunu sən Allah heç bir qarşılıq istəmədən. Heç bir qarşılıq. Adicə bir dənə gözünə bir şey bassa, göz həkimi yanına getsən qarşılığını eləyəcək vallahi. Pul istəyəcəksən. Verməyib sən onu. Adi insanın dişləri də. Gözə yaşlanışır, kimsə yaşlıdan protest tapar. Onu verir. O da həyat deyil öz dişləri. O deyil. O söylə deyil. Ona görə Allah Subhanahu taala gözəl nemətlər verib bizə. Və bunlardan ən əzəmətli nemətlərdən ən əzəmətlisi İslamdır. Bizim İslam neməti bizim odla cənnət arasında olan əsas məsələdir. Əgər bizim İslamımız yoxdursa biz cəhənnəm əhliyik. Bizi cəhənnəmdən qurtaracaq la ilahe illallah Rasulullahdır. Muhammed Rasulullah, la ilahe Muhammed Rasulullah insan cənnətdən qurtardır. Vallahi İbn Qayyim rahimehullah bəzi kitablarında bu məsələyə elə uzun-uzun səhifələr ayırır ki, bəzən insan deyir ki, şeyx niyə bu qədər danışdı? La ilahe illallah Muhammed Rasulullah. Və danışır, görürsən, uzundur. Sən elə gəl ki, sən bilirsən, amma həqiqətən baxırsan ki, onun həqiqəti başqadır. Şeyx orada elə məqamlara toxunur ki, elə şeylər danışır ki, sən la ilahe illallah onu başa düşməmişdin. Və Muhammed Rasulullah onu anlamamışdın, o isə anlamışdı. Yəni Allah Taala onun üçün elə şeyləri açıb ki, o şeylər bizə açılmır. Hətta alimlər deyir ki, İbn Qayyim rahimehullah elə şeylər verilmişdi ki, ondan başqasına verilmədi. Allah'a elə vəsf elədi. Allah falan dinin ümumiyyətlə, yəni nə üçün o nemətlərdən danışır İbn Qayyim rahimehullah. İbn Qayyim rahimehullah deyir ki, insan zalimdir. Deyir, insan Allah'ın ona verdiyi neymət ona qarşı istifadə edir. Bugün oğurluq eləyən, zina eləyən, Allah'dan və atan insan ne ilə Allah'dır? Ne ilə uğurluyur? Allah'ın verdiği eline. Allah'ın verdiği nimeti Allah'a karşı istifade edir. Bugün sağlamlığını haramlarda məhv eləyən. Allah'ın ona verdiği sağlamlıq nimetini hara sərf edir? Harama. Ne ilə Allah'a haram edir? Allah'ın verdiği ilə, ona göre İbn Qayyim rahimehullah buyurur ki, insan Allah'ın verdiği ilə Allah'a karşıdır. Ve bu en çirkinliğidir. Ona görə sələflərdən birinin yanına biri gəldiyi ki, günah eləmək istəyirəm artıq son həddəyə. Əftini, mənə fətva ver biddəndir. Günaha fətva ver mənə. Deyir, fətva verəm sənə, günah elə. Deyir, yaxşı. Deyir, 2 dəhşət qoyuram sənə. Birinci, Allah görməsin, elə yerdə elə. İkinci, elə şeydən günah elə ki, onu Allah sənə verməsin. Sən özündən olsun. Ayə var, mənə bir komin nimətin fəmin Allah. Hər bir nimət Allah'tandır. Adam nəsə eləmək istəyəcək. Adam söyür dilində. Bu neyle söylüyor? Dil nimettir. Allah'ım. Ve sayır ve ilaxır. Qulağı heç yerdə qaçıb gizlənmək oluyor. Mümkün. Allah görür. Allah yarar. Allah hər yerdə görür. O bir dənə belə bir misal var. O deyir, alim uşaqlara, tələbələrinə verir ki, aparın bu toyuğu elə yerdə kesin. O da misaldır. Heç kəs görməsin də. Bir gəl palvada keçir. Hərəsi bir yerdə kesir.
Biri kesmir də gətirir ki, bəs kesmədim. Niyə Amma- görə deyir, hara getdim, bildim ki, Allah məni gördü. Ha. Hara gizlənmi kesin. O sən hər yerdə görür. Mən təsəvvürə gətirin ki, bu böyük nemətlər, bu gözəl nemətlər. Mən danışmıram qida nemətləri. Biz əlhəmdülillah özdə biz elə dövlətdə yaşayırıq ki, qıraqda olanlar bilir. Şəxsən məsələn mən öz payıma deyirəm. Yəni fərq böyükdür. Bizim yeməklər hara, bizim meyvələr hara, bizim ət hara, başqa yerlər hara. Aydındır. Fərq var. Bu da nemətdir. Bu nemətə küfr edən insanlar var. Bu ölkənin dağılmasını istəyirlər. Narazılıq edirlər. Hansı ki, əlhəmdülillah əlimizdə bu qədər böyük nemətlər var. Azərbaycan məsəl üçün. İqlim cəhətdən, təbiət cəhətdən. Bunlar tədbir istəyir buranı. Ona görə xavariclər nemətə ən çox küfr edənlərdir. Və hətta onlar qadından da çox küfr edilir. Çünki qadınlar küfr edir. Və Rasul sallallahu əleyhi və səlləm deyir ki, ya Rasulullah, qadının da ki, ya Rasulullah, nəyə küfr edirik? Yakfurna bi aşir. Əllərinə qarşı küfr edirlər. Lakin xavariclər onların da pisdir. Xavariclər vətənə xainlik edirlər. Aydındır. İçdiyi, yediyi torpağa xaindir. Vallahi bu fitrətə ziddir. İnsanın doğulduğu, yaşadığı yer olan, nemət olan, özdə müsəlman ölkəsi ya, İslam olan diyar. Peyğəmbər sallallahu aleyhi ve sellem Məkkədən çıxdı. Məkkə bütlər diyarı idi. Bəli. 366-dan büt. Kəbədə idi. Kəbədə. Qaradan danışmır. O boyda bütlər olan yerdən qovuldu. Tövhidə görə. Əbu Bakr deyir ki, radiyallahu anh, onun hicrət yoldaşı, radiyallahu anh, həmçin qaynatası. Deyir, dönüb hərdən Məkkəyə baxır, ağlayır. Darıxırdı və Mədinəyə gəldi, qala bilmir. Bilal'la Abu Zar bəddua edirdilər onlar Məkkədən qovanlara. Bəddua. Bilal şeir deyirdi. Şeirlə bəddua edirdi onlar. Peyğəmbər sallallahu qala bilmirdi Mədinədə. Yəni həqiqətən dua elə daxildi ki, ya Rabbi, bu Mədinə bizə sevindir. Yəni biz sevdir bizə bu Mədinəni. Yəni yoxsa qala bilmirik burada. Gör, küfür diyarı olsa da Məkkə, küfür diyarı idi Məkkə onda. Peyğəmbər sallallahu sevirdi ona. Küfrü sevmirdi. Öz doğma orada oynayıb o balacalıq orada keçib. Məsələn, bu qədər mi fitrətdən pozulmuşsan? Aydındır, insanlar bu böyük nemətləri tərk edir. Ona görə hətta fikir ver, vətəndə belə adam öz doğulduğu kəndə gedəndə tamam başqa olur. Ora elə ki, doğmanın içində bir doğmadır. Aydın, çünki orada balacalıq olsa, orada sənə yadbaşı, hər tim, necə deyərlər, hər dalan, hər şey, burada biz futbol oynayardıq deyirdi. Mesela burada biz qaçardıq. Bu nemətdir. Sənə bunu xatırlamağa Allah Subhanahu taala sən gedib qoşulassan filan kəslərə Avropa ölkəsində, orada nə xatırlayacaqsan? Görəcəksən orada lütdən. Xatırlayacaqsan nələr lazımdır onları. Ona görə bunlar hamısı insan neməti tərk edəndə Allah Subhanahu ona bəla göndərir. Ona görə bizə vacib olan üzərimizdə olan nemətlərə görə Allah Subhanahu həmd eləməkdir. Və in ta'uddu ni'matallahi la tuhsuha. Allahın nemətini saya bilmərik. Allah biz otursaq, yeməsək və içməsək, saya bilmərik Allahın nemətini. Və mən Allah Subhanahu taala verdiyi nemətlərə görə zahirən və batinən Allaha həmd edirəm və səna edirəm. Və iqrar edirəm ki, bunlar hamısı Allahdandır. Və Allahdan istəyirəm ki, Allah taala bizə verdiyi nemətləri onun üçün xərcləməyə nəsib eləsin. Ona küfr eləməmişdən qabaq canımızı alsın. Həqiqətən də nemətlər əzəmətlidir, böyükdür. Və bəzi insanlar ölümdən qoyur. Ölmək də nemətdir. Mömin üçün. Xalas, mömin öldü. Xalas, qutardı. Dərd bəla qutardı. Get. Əslində bugün, mən bugün Kemal qardaşına şahid olmuşam bu axır vaxtlarda. Bəzi yas yerlərdə filan beşməkəndir. Olur qohumlar. İnsanlar ölü qarşılaya bilmir. Yəni, insan cənazəyə qarşılaya bilmir. İnsan cənazəyə də qarşılayır ki, elə bir ki, o qalacaq burada. O niyə getdi? Sən niyə gəlmirsən bura? Sən də getməyə gəlmirsən. O da gəlmişdi, getdi. Sən də insanlar cənazəni küfürlə qarşılayır. Hələ, mən demirəm, doğulan uşağı küfürlə qarşılayır. Bilirsiniz, bunlar hamısı olan nemətlərə qarşı, Allah Taala'ya qarşı küfrüdür. Halbuki Allah Taala bizə əmr edir ki, "Və əmmə bi ni'mət rabbikə fəhəddis." Amma Rəbbinin nemətlərindən bəhs elə, anlaş. Bugün elə insanlar var ki, onlar oturub haramlarını danışırlar, elə danışırlar ki.
Allah onları bağışlamayacaq. Necə hədisdə gəlir? Peyğəmbər sallallahu əleyhi Allah hamını bağışlayacaq, günahı açıq-aşkar eləyib danışandan başqa. Son olmasa eləmisən, gəlib elə də danışır. Falan yerdə elə vurduq ki, nə bilim, mən üçüncü, nə bilim, butulkada da aşmadım. Elə danışır ki, yaxşı şey eləyir. Qəhrəmanlıq eləyir. Get Quran əzbərlə görüm, aşırsan, aşmırsan. Səhər tezdən sübh namazında. Səhərlər namazlar. Aydındır. Dəhşət mənzərələr var, nə qədər küfürlər var. Mənə danışmıram biz ayaqqabı geyib gəzirik, ayaqqabı böyük neymətdir. Ayağımız dağıq olar. Atın nalı var, sənin ayaqqabın var. Bunlar böyük neymətlərdir. Vallahi biz bunları dəyərləndirməliyik. Bizim əlimiz, 5 barmağımız var, 6 barmaq olsa da mane olardı. Allah necə gözəl yaradıb və necə... O misal çəkilərdi ki, Allah Teala yəni insanı necə gözəl biçimdə xəlq etdi. Və laqad xalaqnal insana fi ahsani taqvim. İnsanı gözəl yaratdı. Gözəl biçimdə xəlq etdi. Allahumma ahsin xulqi. Allahumma əxlaqımızı kəmə əhsəntə xalqi. Necə xilqətimi gözəl edin. Hədisdə dua var. Allahım əxlaqımı gözəl elə, necə xilqətimi gözəl elədin. Əslində böyük nemətlər çoxdur bizdə. Vallahi o adi məsələsi insanın özü də yaradılışı, insan oturub məsələn baxsa düşünsə ki, hə məsələn Allah Taala iki gözü görüncə gözəl qoyub, burnu necə gözəl qoyub, qulaqları görüncə gözəl qoyub. Sən təsəvvür et ki, bir dənə gözün var idi. Deyirlər ki, bu Dəccal. Və yaxud da 10 dənə barmaqda hamısı ən mükəmməl şəkildə öz yerindədir. Biri buradan artıq çıxanda deyirlər rəxtdir. Həmin onu kəsmək lazımdır, bu artıq. Allah Taala'nın nemətidir əlbəttə ki, biz bunları düşünmürük. Hər adamın ağlına gəlmir, otursun ki, fikir etsin, yox, subhanallah oldu. Elhamdülillah, subhanallahın nemətləri. İnsan baxın nə qədər böyük. Bax insan əkir torpağa, gedir yatır. Onu həşəratlardan qoruyan Rəbbimiz var. Qoruyur, gəlib burada yemir. Ora elə bir sahə, elə bir həşəratlar qoyur ki, o gəlib yan həşəratları, onlar ona yeyir. O həşəratlar hansı ki şeydə var sahədə, onlar da o dəni yemir. Dən onların qidası deyil, başqa yerdən qidalanır. Bu da elə bir şey, əkir kişinin oğlu. Yəni, Allah subhanətə çox böyük əzəmətlidir. Yəni, Allah böyüdür vallahi, Allah böyüdür. Və Allah subhanətə böyük təbarakəl əhsənul xaliq. Yəni, mübarəkdir o Allah ki, yaradanların ən gözəlidir. Və ən maraqlı nədir? O, Müminin surəsində Allah Teala bizim yaradılışımızı necə sayır? Allah Teala buyurur ki, "Laqad xalaqnal insan, xalaqnal surətən insan, insan surəsinin içindən yaratdıq." Yəni torpaqdan, sonra onu nütfə elədik, müəyyən ananın bətnində, sonra o nütfədən ələqə elədik, mudğa elədik, yəni qan laxtası, sonra onu yəni kəmik, sümük elədik, sonra ət qoyduq üstünə, sonra onu insan elədik. Allah necə gözəl yaradır, sonra deyir ki, sonra öləcəksiniz. Fikir verir, yaradılışı qutaran kimi ölməkdən ölmək. Yəni, bu o deməkdir ki, insan az yaşayacaq. Allah yaradılışı başladı tam. Adəmi də dedi torpaq, bizi də nütfə, nütfənin orada 4 mərhələ. Sonra deyir ki, ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ. Bundan sonra öləcəksiniz. Alimə deyir ki, niyə görə Allah Teala yaradılışdan sonra ölümü dedi çünki həyat qısadır ona görə. Bu da nemətdir. Həyat da nemət ona görə Peyğəmbər sallallahu deyir ki, 2 nemət var. İnsanların çoxu ondan yəni qəflətdədir. Sağlamlıq və boş vaxt. Bugün Allahın kitabı rəflərdə qalır. Rəflərdədir. Dini kitablar rəflərdədir. Çoxları alırlar kitabları. Tərcümələri falan oxumurlar. Oxumurlar. Və maraqlıdan sonra gəlir ki, 3-cü cild çıxdı. Birinci oxudun ki sən. 3-cünü istəyirsən. Oxu. Elhamdülillah, onu tərcümə edən adamların haqqı var. Əziyyət çəkiblər. Bizim üçün. Xülasə, neymətlər çoxdur. Allah Teala bizi onun neymətlərinə şükür edən qulaqdan eləsin. Və də onunla bu qədər bəs eləyəlim. Allah sizdən razı olsun. Suallar varsa buyurun.